Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Mif, şəkər artıq çəkinin əsas səbəbidir, alimlər vurğulayıblar. Çəki artımı hər şeydən əvvəl ümumi kalori qəbulunun orqanizmin enerji sərfini aşması ilə bağlıdır. Əgər şəkər məqbul miqdarda qəbul olunursa və sutkalıq kalori norması aşılmırsa, o öz-özlüyündə piylənməyə səbəb olmur. Mif, şəkər diabet yaradır. Şəkəri çox vaxt ikinci tip diabetin artımında günahlandırırlar. Amma tədqiqatlar sübut edir ki, əsas risk faktorları az hərəkətlilik, artıq çəki və qaraciyər ilə mədə-altı vəzi ətrafında yığılan visceral piylərdir. Şəkər isə xəstəliyin birbaşa səbəbi deyil. Mif, şəkərə xərçəng hüceyrələrini qidalandırır. Bəzi iddialara görə şirniyyatdan imtina şişlərin böyüməsini ləngidir. Amma bu elmi cəhətdən təsdiqlənməyib. Xərçəng hüceyrələri qlükozanı müxtəlif mənbələrdən ala bilir, hətta şəkər tamamilə kəsilsə belə.